Əziz dostlar, əziz qardaşlar, bugün icra başçısı aidiyyəti qurumların rəhbər heyəti Camaşaya kəndində oldu, şəhid kompleksinin açılışında. Baxın, torpağımızda görə necə ləyaqətli, şərəfli oğullar var ki, orada yaşamaya şəhidlərimizə, elimizə, obamıza bu cür dəyər verirlər. Adam öz halal pulundan, öz kəndində, öz elində, öz ocağında o insani borcunu verir, vicdan borcu. Bunun bir adı var, vicdan borcu. Hər bir insan yatanda da, duranda da, nə bilim, kimisə qəlbinə dəyəndə də, gözəl iş görəndə də o öz vicdanına hesab verməlidir. Bax, hər birimizin tanıdığı, hər birimizin sevimli oğlu olan bunu yüzümə insanı borc bilirəm deməyə. Mən Çingiz qardaşımızla heç yüzlə gəlməmişəm, yüzünü də görməmişəm, amma onun etdiyi əməlləri adam gördükcə adam fəxr edir. Nə yaxşı ki, Çingiz kimi Camaşəhərdə oğullar var. Mən bütün kəndlərin o dəyərli, imkanlı oğlanlarına səslənirəm ki, bax bu cür işləri görün, el üçün, oba üçün qoy, adınız siz olmayan yerlərdə hallansın. Bu adı yaşadan oğullara eşq olsun. Bax, torpağımda hər zaman demişəm, Lerik qəhrəmanlar torpağıdır. Lerikdə vətəninə, dövlətinə bağlı olan şəxsiyyətlər yetişib. Bax, bundan sonra inşallah yetişəcək. Allah Çingiz qardaşımız başda olmaqla bütün eli üçün, obası üçün, torpağı üçün, insanı üçün yaşayan oğullara çox sağ ol deyirik. Deyin şərəfli oğlu. Mən mulalarlı olsam da, olmasam da, mən orada yaşasam da, yaşamasam da, və torpağımda sənin kimi oğlanlarla fəxr etməyə dəyər. Bizim torpaq Pəncəli Teymurov, Amid Heydərov, Mübariz İbrahimov, Həzi Aslanov, Amid Heydərov, Vali Müslimov saymaqla bitməyən qəhrəmanlar yetişdirib. Bax, sizin kimi oğulların qarşısında bir el oğlu kimi, bir vətən oğlu kimi qibtə edirəm sadəsini işləri, qardaş. Allah sizin ruzunuzu bol eləsin. Bilmirəm, o qardaşımız bu qrupda var yoxsa yox. Bunu bir yaxın qardaş göndərdi. Var olun. Bu sözləri, bu arzuları, bu özümə nə arzu edirəm, bax, Çingiz başda olmalı, Çingiz kimi eli üçün, obası üçün iş görən oğlanlara onun min qatını arzu edirəm. Allah insana pul verə bilər, amma o insana ki, ürək varsa, o hər şeyə qadirdir. Bax, Allah sənin rüzqini o qədər bol eləsin ki, o dex üçün, o el üçün, o oba üçün hər zaman belə yaşayıb, yaradasan. Bir daha səninlə fəxr edirəm, Boli. Allah sizi qorusun. Allahın nəzəri hər zaman belə ailəvin, doğmalarının, sevdiklərin üzərində olsun. Əziz dostlar.